Vətən müharibəsi şəhidləri Həmid Qasımov, Qurban İbrahimov və İbrahim Əliyevin xatirəsinə ucaldılmış Bulaq abidənin açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himnimiz səsləndirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə, şəhidlərin valideynləri, vətən müharibəsi qaziləri və kəndin sakinləri iştirak ediblər. Çıxış edənlər Kəngərli yurdunun vətənpərvər övladlarının vətən müharibəsində xüsusilə fərqləndiklərini diqqətə çatdırıb, şəhidlərin döyüş yolundan, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətlərindən söhbət açıb, şəhidlərin vətənpərvər ruhda böyümələrində ailə və məktəbin böyük rolundan danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiklərinə görə Baş Leytenant Qasımov Həmid Orucoğlu, xüsusi təyinatlı qüvvələrin baş çavuşu İbrahimov Qurban Namikoğlu və Leytenant Əliyev İbrahim Mustafoğlu Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif medallarla təltif olunublar. Sonra Bulaq abidə istifadəyə verilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Hər şəhid tarixin qızıl vərəqi, cənnətdən süzülür şəhid bulağı. Ruhlarına dualar oxunub. Hafizə Əliyeva, Ramilə Rinat qızı, Səxavət Məmmədov, NTV Xəbər.